Siemens markalı qabyanı təmir elədim. Problem platada idi. İşığın qəfil artıb azalmasıyla platanın üstündəki hissələr yanmışdı. Həmişə tokda olduğu üçün evdə olmadıqları bir vaxtda işıqda oynama olub və nəticədə plata xarab olub. Təmir eləmişik, işləyir. Ancaq burada bir şey aşkarladıq ki, nə vaxtsa bu evdə siçan olub. Düzdür, bu evə bu qabyan deyir, bağ evindən gətirmişik. Ola bilər ki, bağ evində olub. Siçan bəzi şunurlarda zədələr qoymuşdu. Düzdür, o xarab olmaya gətirib çıxartmasa da bəzi şunurları yemişdi. Onları düzəltdik, təmirlədik, platanı təmirlədik. Yoxluyurduq. Burada görürəm ki, paraşoklar yaddan çıxıb, düzdür, ağzı bağlıdır, qalıb içərisində. İşləyir necə lazımdır. Sonra bir şey aşkarladıq ki, söndürüb yandıran düymədə də biraz boşluq var. Birdən tutur, birdən tutmur. Onu da düzəltdik, həll elədik, yoluna qoyduq. Sizin də qab yuyan, paltar yuyan, soyuducu, kondisionerlə bağlı probleminiz olsa bizimlə əlaqə saxlaya bilərsiniz. Nömrəmiz səhifədə var. Sağ olun.